Salam dostlar, mən Paşayeva Aytekin yenidən sizinləyəm. Deməli, Namazov çalışmalar kitabından dairə, sektor, segment mövzusuna aid olan çalışmaların izahını sizlərə verəcəyəm səhifə 191-dən. Dostlar, sizdən kiçik bir xahişim var ki, YouTube kanalımıza bəyənib abunə olun ki, daha çox izahlardan faydalanmış olasınız və mənə də dəstək olmuş olasınız. Baxaq birinci sualdan. Burada uşaqlar birinci, ikinci, üçüncü sualları özünüz rəngləmə işləri aparacaqsınız, özünüz edəcəksiniz. Mən başlayıram dördüncü sualdan, çalışma 4-dən. Çalışma 4-də deyir ki, 60 dərəcəli mərkəzi bucağa uyğun sektor dairənin hansı hissəsini təşkil edir? Gəlin baxaq, bu bizim dairəmizdir. Və 60 dərəcəli sektor, bu bizim mərkəzimiz olsun. Bu bizim mərkəzimiz. 60 dərəcə isə sektor dedikdə bu nəzərdə tutulur. Yəni iki radius arasında qalan bucağa, yəni hissəyə, bax bu hissə bizim sektorumuz olmuş olur. Bunu da rəngləsək, bu bənövşəyi bu rənglə rənglədiyimiz bizim sektorumuz olmuş olur və 60 dərəcədir. İndi deyir ki, dairənin hansı hissəsini təşkil edir? Dairəmiz bilirik ki, 360 dərəcədir. 60-ı bölürəm 360-a alınır 6'da 1. Deməli, 6'da 1 hissəsini təşkil edir. Bu şəkildə almış olarıq. Bu çalışma 4-ün birincisi idi. İndi ikincisinə baxaq. 150 dərəcəli mərkəzi bucağa uyğun sektor dairənin hansı hissəsini təşkil edir? Eyni qayda. 150 dərəcəli sektor deyirsə, yenə mən dairəni çəkərəm. Bu şəkildə olsun bizim dairəmiz. Bu bizim 150 dərəcəmiz, buna uyğun da dairə sektorumuz. Bax, bu hissələrdir, rənglənən hissələrdir. Baxın, bu şəkildə alarıq. 150 yazaq. Bu da dairənin hansı hissəsini təşkil edir? 150-ni bölürəm 360-a. 3 ixtisar gedir 5, 3 ixtisar gedir 12. 12-də 5 hissəsini təşkil edir. Dairənin 12-də 5 hissəsini təşkil edir. Davam edək çalışma 5-dən. Dostlar, çalışma 5-də bizə deyir ki, dairənin bucaqlarının nisbəti 3, 5 və 4 nisbətindədir. Sektorlara bölün. 3, 5, birincisi 3, 5, 4. Deməli, 3K üstəgəl 5K üstəgəl 4K bərabərdir 360. 12K bərabərdir 360, K bərabərdir 30-a. Deməli, birinci bucağımız 3K-dırsa, bu olur 90. Birinci sektorun, dairə sektoru. İkincisi 5K, o da bərabərdir 150 dərəcə. Üçüncüsü 4K, o da bərabərdir 4 vurulsun 30, o da 120 dərəcə olmuş olur. Bu şəkildə sektorlara ayrılmış olur 90, 150 və 120 dərəcəli. Bu şəkildə almış olarıq. İkincisini də eyni qaydada həll edərik. 2K, 3K, 4K, üstəgəl 6K bərabərdir 360-a. Bu olur 7K, daha doğrusu belə deyək. Bu olur 10K, 15K bərabərdir 360-a. K da bərabərdir 24-ə. K-nı 24 tapsam, birinci bucaq 48, ikinci bucaq 72, üçüncü bucaq 4-ü 24-ə vursam 16, 4-ü 2-yə 8, 96. Sonra dördüncü bucaqda 6-nı 24-ə vuraram 144. Bu şəkildə ayrılmış olar sektorlara, yəni 48, 72, 96 və 144 dərəcəli sektorlara bölünmüş olar. Çalışma 6-dan davam edək.
dairəni bucaqları 4də 1, 3də 1 və 12də 5-nə bərabər olan sektorlara bölün. Deməli, 4də 1K üstəgəl 3də 1. Belə deyək də, dairəni bucaqları tam bucağın 4də 1-nə, tam bucaq 360-dır. 360-ı vuraq 4də 1-ə, olar 90. Sonra 360-ı vurarıq 3də 1-ə, olar 120. 360-ı vurarıq 12də 5-ə, burada 1, burada 30, 30-da 5-ə 150 dərəcəli sektorlara bölünmüş olar. Bu şəkildə almış olarıq. 7-ci sualdan davam eləyək. Çalışma 7. Davam edək dostlar. Dairəni bucaqları tam bucağın 35%-nə, 20%-nə və 45%-nə bərabər olan sektorlara bölün. Bucağın tam bucağı, deməli 35% deyirsə 360-ın 35%-ni taparam. Verəm 100-ə. 0-ın 1-i gedir. 5-ə ixtisar gedir 2, 5-ə ixtisar gedir 7. Bu 2 ilə də 36 gedir 18. 7, 8-ə 56, 7, 1-ə 7, 126 dərəcə olmuş olar. Sonra 360-ın 20%-ni tapsaq, 360-ı bölərəm 100-ə. Vuraram 20-yə, bölərəm 100-ə. Sıfırlar getdi, 72 dərəcə. Sonra 360-ı vuraram 45-ə, bölərəm 100-ə. 0-ın 1-i getdi, 5-ə ixtisar gedir 9, 5-ə ixtisar gedir 2. Burada 1, burada da 2-yə gedəndə 18. 18-i 9-a vuram 72, 9-u 1-ə 9. 162 dərəcəli sektorlara ayrılır. Deməli, 126, 72 və 162 dərəcəli sektorlara bölünür. Çalışma 8-dən davam edək dostlar. Deməli, dairə bucaqları 4, 5, 6 kimi olan 3 sektora bölünmüşdür. Hər sektora uyğun mərkəzi bucağı tapın. Deməli, 4K üstəgəl 5K üstəgəl 6K bərabərdir 360 dərəcəyə. Bu olur 15K bərabərdir 360-a, K bərabərdir 24. Deməli, birinci bucaq 4K olduğuna görə 4 vur 24, bu olur 16, 96. İkinci bucaq 5K olduğuna görə 5 vur 24, bu da bərabər 120. Üçüncü bucaq isə 6K olduğuna görə 6 vur 24, 144 dərəcə olmuş olar. Bu şəkildə almış olduq dostlar. Növbəti mövzunun izahı növbəti videomuzda olacaq. Dostlar, izləmədə qalın. Kanalımızı bəyənib abunə olun ki, daha çox izahlardan faydalanmış olasınız. Sağ olun. Görüşərik.